Hər vaxtınız xeyir, xoş gördük, hörmətli izləyicilər. Bizim İlkin Qarayevlə biznes haqqında söhbətlərimiz davam edir. Bizim növbəti mövzumuz bizneslərdə, ələxüsus ki, kiçik orta bizneslərdə böhranlı vəziyyət haqqındadır. Elə bir biznes yoxdur ki, inkişaf etmək ərəfəsində olsun və yaxud ümumiyyətlə ola bilsin, hətta da yenidən başlayıb, təzə başlayıb fəaliyyətə, orada da o böhranla üzləşə bilər. Ümumiyyətlə, böhran nədir? Böhran biznesi nə gətirir? Böhran biznesdə hansı məsələləri əhatə edir? Hansı istiqamətlərə toxunur? Bu haqda biz danışacağıq və əlbəttə ki, bizim hədəfimiz olacaq ki, İlkin müəllimin zəngin təcrübəsindən istifadə edərək böhranlı vəziyyətdən çıxış yolları haqqında danışaq. Onu qeyd etmək lazımdır ki, istənilən bir peşədə sahibkarlıq özü ona daxil olmaqla müəyyən bir böhranlı vəziyyətlər olur. Da ki, bir adam həkimdirsə, tibblə məşğuldursa, görürsünüz ki, əlində pasiyent dünyasını dəyişir. Və əlbəttə ki, belə bir deyim var ki, ən yaxşı həkimlər odur ki, hansı ki, əlində bir neçə böhranlı xəstə olub, kritik vəziyyətdə xəstə olub, hətta dünyasını dəyişmiş və yaxud ona yaxın bir halda vəziyyətdə olan bir xəstə olub. Ümumiyyətlə, böhranlar istənilən bir peşədə onlardan doğru istifadə etsək, onları doğru yanaşsaq, onlarla bağlı doğru tədbirlər görsək, daha çox inkişafa səbəb olur. Əlbəttə ki, biz soyuqqanlıqla bu məsələyə yanaşmalıyıq. Biz hansı adımlar atılmalıdır, onları bilməliyik. Məhz bugünkü görüşdə də biz bu barədə danışarıq inşallah və sahibkarlar üçün düşünürəm ki, çox faydalı və dəyərli bir görüş olacaq. Hər vaxtınız xeyir, İlkin müəllim, necəsiniz? Xoş gördük. Çox sağ olun. Mən də sizi və izləyicilərimizi salamlayıram. Həmişəki kimi biznes üçün aktual və maraqlı olan bir mövzu seçmisiniz. Və mən də böyük məmnuniyyətlə öz təcrübəmdən belə deyək, bu böhranlardan, çünki biz bu müddət ərzində biz də bu böhranlardan keçmişik. 2008-ci ildə, 2015-ci ildə, hal-hazırda da belə bir iqtisadi böhran işartıları var ümumiyyətlə dünyada. Ümumi dünya bəli. Bəli, və bunun da Azərbaycana təsirlərini biz hiss etməkdəyik. Ona görə də hesab edirəm ki, doğrudan da aktual mövzudur və diqqətə layiq, belə deyək də, mövzu olduğuna görə bizim izləyicilər üçün də bir faydası olacaq inşallah. İnşallah. Buradan başlayaq ki, ümumiyyətlə, İlkin müəllim, böhran nədir? Yəni, böhrana bir tərif verək. Böhran Bəli. biznesə təsiri nədir? Bu barədə zəhmət olmasa. Ümumiyyətlə, böhranı bir növlərə bölsək, bizə əsas maraqlı olan iqtisadi böhrandır. İqtisadi böhran tərifinə görə iqtisadi fəallığın geniş şəkildə və davamlı şəkildə azalması deməkdir. Və biz bu belə böhranları həm dünya çapında, həm ölkəmizin həyatında bunu hiss eləmişik, görmüşük. Yəni, iqtisadi fəallığın aşağı düşməsi. Və bu da təbiidir ki, özü ilə biznesə, insanların həyatına, qazancına müxtəlif təsirləri ilə özünü göstərir. Bir də var ki, böhran ümumiyyətlə hər bir insan üçün olan böhran, yəni bu onun dünya görüşünün, onun gözləntilərinin, onun başa düşdüyü, qəbul elədiyi şeylərin reallıqla üst-üstə düşməməsi zamanı baş verir. Və o zaman da o insan bir böhran yaşayır. Bu yenə də bizneslə bağlı ola bilər və yaxud şəxsi həyatı ilə bağlı ola bilər. Ona görə də biz istər-istəməz həyatda bununla rastlaşırıq deyə böhrana münasibətimizi müəyyən eləməliyik və böhran zamanı necə davranmağımızı özümüz üçün belə deyək, aydınlaşdırmalıyıq ki, bu böhranın təsiri bizə minimuma düşsün və yaxud da biz bundan hansısa formada istifadə edək, bir dəyişək və ondan əksinə faydalana bilək. Bəli, tamamilə doğrudur.
Kiçik orta biznesə gəlincə, biz hansı istiqamətlərdə şirkət sahibi böhranı hiss edir və yaxudsa o böhranı hansı istiqamətdə e, görməlidir, onların ilkin işarələri e, tutmalıdır və onları anlamalıdır ki, bu böhrana gedən bir hadisələrdir. O trigger nöqtələri deyək də. Və Bəli. adətən bu hansı istiqamətləri əhatə edə bilər və bunların ilkin siqnalları necə ola bilər? Biz necə bilərik ki, artıq böhrandır? Siz ümumiyyətlə dediniz ki, bəli, hər hansı bir istiqamətdə əvvəlki normadan aşağı və davamlı şəkildə baş verən enişlərdirlər. Bu elə bir işarədir ki, biz buradan böhranın baş verdiyini və yaxudsa bunun o həmin fazaya daxil olmamızı bizə hiss etdirir. Hı. Kiçik orta biznesdə bu istiqamətlər hansı ola bilərlər? Yəni bu istiqamətlər Bəli. hansılardır ki, sahibkarlar onlara diqqət yetirməlidir? Tamamilə doğru deyirsiniz. İlk növbədə onu qeyd eləmək lazımdır ki, biz belə deyək, qlobal şəkildə, makro səviyyədə əgər hiss eləyə biliriksə, yəni eşidiriksə ki, böhran başlayır filan, biz onu mikro səviyyədə də hiss eləməyə başlayacağıq müəyyən müddətdən sonra. Bu özünü nədə göstərir? İlk növbədə birincisi satışların azalması, aşağı düşməsi. Bundan başqa böhran zamanı müştərilərimizin davranışının dəyişməsi. Yəni bu biznes modeldən asılı olaraq biz son istehlakçı ilə mı birbaşa çalışırıq? Yəni B2C sektorundayıqmı, B2B sektorundayıqmı, B2C sektorunda daha çox gəlirlərimiz varsa, buna uyğun da bu modeldə biz bunu hiss eləməyə başlayırıq. Məsələn, B2C modelində, yəni biz istehlakçılarla kütləvi bazarla işləyiriksə, istehlakçıların davranışları dəyişməyə başlayır. Misal üçün deyək, tutalım, əgər mən restoran işlədirəmsə, daha az müştərilərim gəlir. Nəyə görə? Çünki həmin adamlar restoranda xərcləyəcəyi pula daha çox evdə yemək yeməyə üstünlük verir, daha qənaət eləməyə çalışır və yaxud daha ucuz restorana yox, kafedə yeməyə gedir və yaxud onlayn sifarişə üstünlük verir və s. Yenə də bu avtoservisdirsə, tutalım ki, böhran zamanı insanlar nə edir? Daha gec-gec maşınla qulluq eləyir, yalnız fövqəladə hallarda maşın dayananda gedir və yaxud maşını daha az sürməyə, ictimai nəqliyyatdan istifadə etməyə çalışır. Yəni bu da son nəticədə biznesin gəlirlərində özünü göstərir. B2B biznesində nədə özünü göstərir? Tərəfdaşlar, yəni bizim müştərilər deyək, yenə də ödənişləri gecikdirir. Tərəfdaşlar vaxtında məsələn olur da hər bir biznesin debitorları, kreditorları olur. Yəni alacaqları, verəcəkləri olur. Kreditorlar daha sərt davranmaya başlayır. Sizə möhlət verməməyə çalışır, pulunu yəni daha tez almağa çalışır. Deməli, debitorlar isə əksinə pulu ödəməyi gecikdirirlər və yaxud da nə bilim kassa açığı əmələ gəlir tez-tez böhran zamanı və təbiidir ki, bu zaman sahibkar bu vəziyyətdən çıxmaq üçün müxtəlif addımlar atmağa başlayır. Ən vacib məsələ də budur ki, buradan belə deyək, panikaya düşərək necə gəldi addımlar atmaqdansa düşünülmüş addımlar atmaq lazımdır. Yəni bu işartılar varsa artıq düşünüb böhrandan çıxma planını qurmaq lazımdır və addımlar atmaq lazımdır. Bəli, doğrudur ki, yəni əgər bütün dünya üzrə və yaxud ölkəmiz üzrə müəyyən bir iqtisadi göstəricilər aşağı düşübsə, bir mənalı şəkildə bizim biznesimizə bu öz təsirini göstərəcək. Biz iqtisadiyyatın bir hissəsi, yəni istənilən bir biznes, istənilən bir sahibkarlıq fəaliyyəti iqtisadiyyatın özüdür demək olar. Bəzən də İlkin müəllim biz görürük ki, bu makro göstəricilərlə yanaşı mikro göstəricilər də deyə bilərik də onlara da daxildə olan məsələdir. Misal üçün şirkət öz qiymət siyasətini yaxşı qurmayıb və bunun əsasında onun qiymətləri rəqabətli deyil. Bu da elə siz dediyiniz o məsələlərə görürsünüz ki, gətirib çıxardır ki, dövrəyə düşür, müştərilər azalırlar, orta çek aşağı düşür, siz dediyiniz məsələlər artıq üzə verir.
Bunları ayırmaq və bunlarla bağlı hansı tədbirlər yəni sahibkar nə etməli? Qiymət siyasətini yanlış seçib, bazardan olan qiymət deməli ümumi orta qiymətdən bir 20% yuxarı qiymətlə təklif edir. Onun müqabilində isə fərqli bir keyfiyyətli bir xidmət göstərmir. Yəni hər kəsin göstərdiyi xidmətə 20%, yəni bir unikal ticari təklifi yoxdur belə deyək də. Amma qiymət Bəli. yuxarı saxlayır, onun müqabilində heç bir müştərilərin dəyər çatdırmır. Ya da marketinq siyasətini doğru aparır. Bu əlbəttə biraz gedir bizim bazar araşdırma mövzusuna, amma hər halda bu da böhrana səbəb olacaq bir məsələ düşünən. Bu barədə siz nə deyə bilərsiniz? Ee, Doğru deyirsiniz Emin Bəy. Əlbəttə ki, biraz belə deyək də, iri şirkətlər bunu e, bu məsələyə daha geniş şəkildə baxmalıdır, daha ciddi yanaşmalıdır və strateji planında, strategiyasında bunu necə, hansı dəyişikliklər eləyəcək deyə düşünməlidir. Yəni düzgün strategiya qurmalıdır, düzgün gələn ilin büdcəsini tutmalıdır, konkret addımlar, mexanizmlər tətbiq eləməlidir. Amma kiçik orta sahibkarlıqda mənim təcrübəmə görə çox az şirkət var ki, ümumiyyətlə biznes plan və yaxud strategiya hazırlayır özü üçün. Ona görə mən o iri şirkətlər üçün olan tövsiyələri qoyuram qırağa. Kiçik sahibkarlar üçün, Bəli. real biznesdə olan kiçik orta sahibkarlıq üçün fikirlərimi daha çox bölüşmək istəyirəm ki, vaxtdan səmərəli istifadə edək. Həm də ki, ölkənin belə sahibkarlıq fəaliyyətlə məşğul olan e, yoldaşların, şirkətlərin 80% ilə o segmentdə kiçik, orta biznesdir. O baxımdan Tamamilə da doğrudur. Bizim yəni unikal göstəricilərimiz var. Təəssüf ki, baxmayaraq ki, kiçik orta sahibkarlıq ümumiyyətlə biznes subyektlərinin Azərbaycanda vergi ödəyiciləri sistemində 99%-ni təşkil edir. hətta Bəli. Amma kiçik orta sahibkarlıq məşğulluqda 20% cəmsi payı var. hı hı. Ümumdaxili məhsulda payı 30%-dən yəni biraz yuxarıdır. E, Kəmiyyət var, Bunlar keyfiyyəti yox. Kəmiyyət baxımından yəni bəli, tamamilə doğrudur, amma halbuki misal üçün deyək, inkişaf eləmiş ölkələrdə kiçik orta sahibkarlığın ümumdaxili məhsulda payı və yaxud məşğulluqda payı 60, 70, 80%-ə çatır. 3 dəfə Və yuxarı, 2-3 dəfə yuxarı. bəli, bəli. Yəni deməli bizim kiçik orta sahibkarlıq hələ də baxmayaraq ki, bu qədər dəstək filan, hələ də zəifdir. Çünki yəni məşğulluqda payının 20% olması bu o qədər də ürəkaçan göstərici deyil. İndi hökumətimiz də bu son illərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyən addımlar atır. Amma mənə elə gəlir ki, bunları daha geniş şəkildə tətbiq olunmalıdır, geniş, yəni güzəştlər daha çox olmalıdır ki, kiçik sahibkarlar ayağa dursunlar. Çünki son nəticədə belə deyək də özünü məşğulluq və məşğulluq sahəsində kiçik orta sahibkarlığın önəmini, əhəmiyyətini mütləq artırmaq lazımdır. Yəni bunlar olmasa iri şirkətlər işləyə bilməz. İri şirkətlər normal fəaliyyət göstərə bilməz və yaxud da yeni iri şirkətlər yarana bilməz. Buna görə də biz fokuslanaq kiçik orta sahibkarlığa. Kiçik orta sahibkarlıqda əsas hansı addımların atılması tövsiyə olunur? Mən bunları istiqamətlər üzrə bölərdim. Necə bölərdim? Tutalım ki, misal üçün deyək, əgər nəsə istehsal ediriksə biz və yaxud hansısa bir xidmətlər göstəririksə, birinci mən öz məhsul xidmət paketimə baxmalıyam ki, mənim məhsul xidmət paketimdə əsas yeri nə tutur? Mənim aparıcı məhsulum və yaxud xidmətim hansıdır? Bu Nəyə Pareto görə? qanunu tətbiq etmək lazımdır. Bəli, bəli. Yəni burada əgər tutalım ki, hansısa məhsulların belə deyək də gəlirin siz dediyiniz kimi böyük hissəsini verirsə, ilk 3 məhsulum gəlirimin 80%-ni verir, qalan 3 məhsulum 20%-ni verirsə, amma mən onlara eyni dərəcədə vaxt, resurs, pul xərcləyirəmsə, o məhsulların ümumiyyətlə nə dərəcədə
mənim xidmət paketimdə və yaxud təklif paketimdə qalmasının nə dərəcədə zəruri olmasını bir təhlil edib araşdırmaq lazımdır. Bəli. Ki, mən bununla da bir növ xərclərimi azalmış olaram. Eyni zamanda tutalım ki, mənim mağazalar şəbəkəm var. Bir neçə yerdə mağazam var. Amma mağazalarımın tutalım ki, 30%, 40%-i gəlirlə işləmir. Bəli. Gəlirlə Dotasiyadan işləyir. işləmirsə, bəli. Digər Gəlir, mağazaların hesabında işləyir. tamamilə. Yəni mən ümumi biznesin gəlirinə o mağazalara bir növ dotasiya vermiş oluram. Onları saxlamaqla və təbiidir ki, böhran dərinləşdikcə mənim o 30-40% gəlirsiz işləyən mağazalarımın payı 70-80%-ə çata bilər. Orada artıq mən düşünməliyəm ki, bəli, mən neyniyim? Birinci növbədə gəlir gətirməyən mağazaları bağlamaq haqqında düşünmək olar. Yəni bunu məsəl üçün bizim özümüzün təcrübəmizdən, yəni mən deyirəm bunları ki, yəni biz o mağazaları bağladıq. Məsələn, Covid vaxtı bu məsələyə belə deyək də diqqət göstərsək görəcəyik ki, Covid vaxtı nə qədər sektorlar üzrə təsirlər müxtəlif oldu. Elə sektorlar oldu ki, Covid onu öldürücü təsir göstərdi. 100% təsir göstərdi. Turizm sektorunda 80% müəssisələr fəaliyyətini dayandırdı. 70% müəssisələr indi ölkədən ölkəyə o dəyişir və tam dəqiq statistika olmasa da, yəni ümumilikdə bilirik ki, çünki artıq turizm yoxdursa, Covid hər yer bağlıdırsa, ölkədən kənara çıxa bilmirsən, bəzi hallarda heç evdən bayıra çıxa bilmirsən, orada hansı turizmlə danışmaq olar? Yəni o sektor demək olar ki, çox böyük təlatümlər yaşadı və sektorda fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyəti ya bağlandı, ya hansısa ciddi içkilərlə üzləşdi. Amma əksinə Covid zamanı elə bizneslər oldu ki, onlar ya yarandı və yaxud inkişaf eləməyə başladı. Tutalım ki, çatdırılma xidməti, taksi xidməti, müxtəlif növlərdə daşınma xidməti və s. Yəni bu artıq o deməkdir ki, yəni böhran həm müsbət, həm mənfi təsirləri ola bilər. Onlar haqqında da danışacağıq sizlə. İkinci məsələ, mən bu birinci məhsul paketi ilə bağlı olanları qeyd elədim. İkinci məsələ həmişə xərclərin azaldılması, yəni gəlirlərin azalması təbiidir ki, arxasıca xərclərin azalmasını gətirməli. Burada da düşünməliyik ki, mən xərcləri necə azalda bilərəm? Məsələn, mən öz başıma gələni deyə bilərəm ki, 17-18-ci illərdə bu böhran zamanı mən şirkətdə çalışan işçilərin belə deyək də daimi ödənişlərdən necə deyək, işə görə ödənişə keçirdim, o sistemə keçirdim. Yəni mən adama ayda 1000 manat maaş verməkdənsə, dedim ki, qardaş, hər işdə nə görəcəksənsə, əgər sən o işdə işləyib zəhmət çəkəcəksənsə, ona görə öz payını alacaqsan. Səylərinə görə. Qanunvericiliyə də var. Bəli. Bir də vaxtdan siz işə Tamamilə doğrudur. Misal üçün tutalım deyək də, sən 1000 manat ay ərzində alırdın. İndi mənim 5 dənə müştərim olub, hər müştəridən məsələn 5 manat mən alıramsa, sənin də orada iş gördüyün payı 15%-dir, 20%-dirsə, sən 5000-dən 20% yenə 1000 manat alacaqsan. Amma mənim müştərim az olacaqsa, sənin də qazancın az olacaq. Amma müştərin çox olacaqsa, sənin daha çox qazanma imkanın olacaq. Burada əlbəttə ki, məsələn, mən öz təcrübəmdən deyə bilərəm ki, müxtəlif cür oldu. Elə işçi oldu ki, o ayrıldı bizdən. Elə işçi oldu ki, dedi ki, mənim üçün lap yaxşı, mən Covid vaxtı, Covid sonradan başladı. Mən amma onları o vaxtdan keçirtdim artıq uzaqdan işləməyə, ofisi, yəni ofisə gəlməyə. O vacib məsələdir. Onu mən sizə geniş məlumat verəcəyəm. Mən onu geniş tətbiq edirəm. Bu çox maraqlı. Yəni o vaxt hələ Covid yox idi. Mən dedim ki, adam məsəl üçün Xırdalandan gəlir, hər gün yola vaxt itirir və s. Biz burada yemək, nahar fasiləsi və s. Yəni bəzi adam dedi ki, olar mən işimi evdən görüm, göndərim. Dedim, mənim üçün lap yaxşı. Yəni bunu eləyəndən sonra bu birinci mənim daimi xərclərim azaldı.
Və ondan sonra baxdım ki, mənim ofisim artıq bu sayda işçi üçün, yəni daimi oturan işçi üçün çox genişdir. Neylədim? Ondan sonra ofisimi dəyişdirdim. Orada da Daha kiçik bir qənaət oldu. ofisə, orada da yəni daimi xərcləri azaltmağa nail oldu. Yəni belə deyək də, bir sözlə əgər ifadə eləsək, daimi xərcləri, yəni sabit xərcləri dəyişən xərclərə keçirtmək haqqında düşünmək lazımdır ki, mən hansı daimi xərclərimi, sabit xərclərimi dəyişən xərcə, yəni işə görə xərcə keçirə bilərəm. Burada həm resursla, insan resursu ilə bağlıdır və yaxud da başqa formada da bu ola bilər ki, təchizatçı ilə bağlı olsun və s. Belə bu biznes model haqqında da bunu demək yəqin ki olar ki, biz ola bilsin qiymət siyasətimizi dəyişək. İndi hər biznesdə mümkün deyil, amma bir çox biznesdə abunəliyə keçid deyirlər. Bəli. Tövsiyə olunandır ki, yəni böyük xərc çəkmədən, böyük investisiya qoymadan müştərilər artıq hissəli ödənişlə müəyyən deməli xidmətləri təklif etmək olar. Düzdür, hər biznesdən keçərli deyil. Bu biznes modelinin dəyişilməsi yeri gəlmişkən elə o pandemiya dövründə də baş verdi restoran sistemində. Əgər Bəli. onların 90% fəaliyyəti yerində xidmət göstərməkdirsə, 10% çatdırmadırsa, pandemiya dövründə bu oldu əksinə. Hı hı. 90 daha çox Bəli. faizlə, yəni biznes model dəyişir. Artıq sən kuryer nəzərə almalısan, onları idarə etməlisən, orada qənaət etməlisən. Və müxtəlif bizneslərdə də bu biznes modelləri o böhran dövründə onları nəzərdən keçirmək çox yaxşı olar. Hətta mən düşünürəm ki, e, o böhran olmadığı bir dövrdə, bazarda yaxşı pul kütləsi olduğu bir dövrdə bəzi məhsullar necə ki filiallarla bağlıdır da. Məhsullar özləri də görürsünüz ki, istiqamətlər kimi istiqamət özü də özünü doğrudur. Pul var kütlə və biz onun hesabına onu dəqiq ölçə bilmirik və əlimizdə olan mənfəətlə ümumi şirkətin mənfəətini dəyərləndiririk və hər istiqaməti enmək belə həvəsimiz bəzən olmur. Amma böhran dövründə sahibkar artıq hər istiqaməti müəyyənləşdirsin və burada nəyə gətirmək istəyirəm İlkin müəllim? Bəli. Yeni gəlir mənbələri, yeni satış kanalların axtarışı. O istiqamətdə istərdim biraz danışaq. Hı hı. Yəni biz artıq yeni Təbii. kanallar ki, mövcud kanallar daralıb, azalıb, Hı rəqabətli hı. olub, orta çəki aşağı düşüb, yeni kanallara çıxmaq hansı yolla mümkün olacaq? Yəni nə etmək olar? Segment üzrə də misal çəksəz, daha yaxşı aydın olar sahibkarlar üçün. E, Əlbəttə, belə deyək, müxtəlif bizneslərdə əlbəttə ki, bunu biznes modellərdən asılı olaraq və işlədiyi sektordan asılı olaraq dəyişə bilər. Amma hər zaman belə deyək də, mənim qarşımda böhran zamanı duran suallardan biri nədir? Mən satışımı necə artıra bilərəm? Bəli, Satışımı artıran zamanı mən artıq yenə strategiya düşünməliyəm və özüm üçün bir biznes modelimdə dəyişiklik eləmək üçün qiymətləndirmələr aparmalıyam. Yenə də biz bu gəlirik o məsələyə ki, mütəmadi araşdırma, mütəmadi düşünmə, ideyalar vermə, yəni bu sahibkarın məcbur olduğu xüsusiyyətlərdir. Yəni ki, bu sahibkarda olmalıdır ki, yəni ideya generatorluğu və s. bu da buradan gəlir. bəli, Deməli, düşünən zaman da mən artıq nə etməliyəm? Baxmalıyam ki, yeni bazarlar tapmaq. Yeni bazar belə deyək, ölkə daxilində də ola bilər, ölkə bəli, xaricində də ola bilər. bəli, Mənim üçün tutalım, mən əgər Bakıda ancaq işləyirəmsə, Gəncə yeni bazardır, Sumqayıt yeni bəli, bazardır, Lənkəran yeni bazardır. Nəyə ora mən gedib öz məhsullarımı təklif eləməyim, satmayım? Bu mənim neçəyə başa gələr? Bunun üçün mən əlavə nə xərc çəkməliyəm və s. Biznes modeldə dəyişiklik olarkən, məsələn deyək, yenə də yeni məhsul məsələsi. Mövcud bazarda yeni məhsul, yeni bazarda yeni bəli, məhsul. Bunu düşünə bilərəm. Yəni biz bu haqqda danışmışdıq strategiyalarla bəli, bağlı olan söhbətimizdə. Eyni zamanda biznes modeldə dəyişiklik, yəni böhran zamanı məsələn yenə də bir Azərbaycanda bir mağaza 4 mağazası var idi, paltar, kişi paltarları satırdılar. Böhran zamanı olan gəlirləri aşağı düşdü və mağazalar heç satışları ilə öz yer pulunu, işçi pulunu çıxartmırdılar. hı hı, Bir dənə mağazası yaxşı işləyirdi o yerinə görə, o birisi mağazalar belə
Adam neynədi? Adam mağazalarını üçün bağladı. Bir mağazanı həm ambar mağaza, showroom kimi saxladı və üstünlük verdi onlayn satışlara. Bəli. Və SMM xidməti ilə, onlayn satışlarla əksinə gəlirlərini əvvəlki ilə nisbətən 20-25% artırmağa nail oldu, amma Bəli. xərcləri hiss olunacaq dərəcədə azalmış oldu. Yəni bu Doğru. da bir biznes modelin dəyişməsinin nümunəsidir. Eyni zamanda da tutalım ki, o bayaq siz dediyiniz kimi elə modellər də olmuşdu ki, mən ancaq Bakıda çatdırılma eləyirdim. Sonra görürəm ki, müştərilərim olur, mən onları itirirəm, tutalım Sumqayıta, Gəncəyə, Lənkərana istəyirlər. Ondan sonra neynədi? Getdi bir şirkət tapdı, hansı ki, daşımalarla məşğul olur və o belə deyək də bir neçə şirkətin mallarını yığır, aparır həftədə bir-iki dəfə və o orada ucuz qiymətə çatdırılma xidmətini təmin edəndən sonra başladı həmin müştərilərə də xidmətini genişləndirdi və bununla artıq satışlarını 30%-ə qədər artıra bildi. Yəni bu da bir real nümunədir. Burada qeyd eləməli vacib məqamlardan biri də sahibkarın davranışıdır. Yəni insan resursları ilə davranışı. Yəni burada belə deyək də əgər böhran zamanı sahibkar özü panika yaşayırsa, Hı -hı. daim narahatçılıq keçirdirsə və bu mütləq Götürülür. işçilərə sirayət edir. Bəli. İşçilərə Doğru. sirayət edir və komandada inamsızlıq yaranır. Komandada gələcəyə inam hissi aşağı düşür və orada da davrananların həmin komandada da davranışlar müxtəlif ola bilər. Elə loyal adamlar ola bilər ki, əksinə sahibkara dəstək olur ki, narahat olma, bir yerdə üst öhdəsindən gələcək, mənim yay maaşımdan 30% kəs, daha xərcləri azaltmağa mən belə kömək eləyə bilərəm, mən sənin yanındayam. Amma əksər hallarda da elə ola bilər ki, adam artıq buradan özü üçün barmağını dişləyir və fikirləşir ki, mən özümə yer axtarım artıq. Çünki bu sabahları mənim üçün gec olacaq və bir də görürsünüz ki, elə hələm ortada bir şey yoxdur, hələm heç kimin maaşına dəyilməyib. Amma mütəxəssislərdən biri, ikisi, üçü, beşi artıq getməyi düşünür və gəlib sizə deyirlər ki, mən ayrılmaq istəyirəm və s. Ona görə burada komanda ilə sahibkar çox doğru işini qurmalıdır ki, onlarla necə davransın, əksinə kommunikasiyanı gücləndirməlidir, əksinə ideyalarını, fikirlərini ortaya qoymalıdır, komandanın fikrini öyrənməlidir, onlarla bir yerdə müzakirə aparmalıdır, onların sözlərinə qulaq asmalıdır. Əslində, yəni biz o düzdür, bu mövzuya aid ayrıca görüşümüz, çəkilişimiz olmayıbdır. Bu Kaizen metodunda belə bir şey var da, Kaizenin əsas fəlsəfəsi daimi yaxşılaşmaqla bərabər bunun təməlində duran məsələ odur ki, bütün kollektiv bu işdə iştirak eləməlidir. Yəni mən son belə deyək də, yenə hərbi rejimə çevirsəm, bütün səngərdə döyüşən əskərin fikrini də öyrənməliyəm ki, ondan elə ideyalar, ağıllı sözlər ala bilərəm ki, mən öz strategiyamı daha düzgün qura bilim. Yəni bu nöqteyi nəzərdən sahibkar kollektivi ilə işi daha da gücləndirməlidir və bu panikaya yol verməməlidir. Və Doğrudur. sonrakı məsələlərdən biri tərəfdaşlarla işin qurulmasıdır. Təchizatçılarla, banklarla, maliyyə axınları ilə. Yəni maliyyə axınının sabitliyi biznes üçün vacib bir məsələdir. Cash flow dediyimiz məsələ. O olmayanda əlbəttə ki, sahibkar daim belə deyək, mənfi təsirlər altında olur, təzyiq altında olur və yenə də bu zaman artıq bu onun davranışına birbaşa təsir eləməyə başlayır. Ona görə tərəfdaşlarla işi düzgün qurmaq lazımdır və o tərəfdaşlar ki, sizin risklərinizi həddindən artıq artırır, uzun müddətdə ödənişlər eləyə bilmir və yaxud eləmir və yaxud eləmək istəmir. Bu tərəfdaşlarla işin qurulmasını yeniləmək lazımdır
Eyni zamanda da bu kreditorlarla bayaq qeyd elədiyimiz kimi o tərəfdaşlar ki, bizi loyallıq göstərir. Yəni biz də başa düşməliyik ki, böhran hamıya təsir göstərir. Yəni sahibkarlar bir-birini anlamağa, başa düşməyə çalışmalıdır. Əgər sən tutalım ki, gözləyə bilmirsənsə, öz tərəfdaşına dirənirsənsə ki, mənim pulumu yəni bu gün ver, nə bilim, belə deyək də, həddindən artıq bunu emosional şəkildə bildirirsənsə, nəzərə almalısan ki, yəni o da kimdənsə bu pulu alıb sənə verir də, yəni bir-birindən sahibkarlar bağlıdırlar. Yəni burada o loyal tərəfdaşlarla işi gücləndirmək, hətta onlarda qiymət belə deyək də daha biraz yüksəkdirsə, yenə də onlarla işə üstünlük vermək, nəinki belə deyək də, sizi başa düşməyən və yaxud sizin vəziyyətinizə girə bilməyən, girmək istəməyən, anlayışlı davranmayan tərəfdaşları belə deyək, kənarlaşdırmaq. Bu da addımlardan biridir. Və nəhayət nəyi qeyd eləmək istəyirdim? Uçot strategiya biznes model sistemlərinə bir də baxmaq ki, mən burada nəyi nəzərə almırdım? Planlama, məsələn, əksər şirkətlər bizdə büdcə planlaması eləmir. Yəni mən buna bir Quantrix proqramının satışı zamanı rast gəldim, başa düşdüm və böyük hesab elədiyim, yəni kənardan iri görsənən şirkətlər belə məlum oldu ki, bunlar gələn ilin büdcəsini tutmurlar və yaxud ilin yekunlarını ancaq ilin birinci rübündən sonra əldə edirlər, məlumat axını gec gəlir, düzgün qurulmayıb. O Management Information System, MIS dediyimiz sistemdən məlumat axınını vaxtında əldə edə bilmirlər və real mənzərəni gec görürlər. Mühasibin verdiyi rəqəmlərə ancaq əsaslanırlar. İdarə etmə uçotunun zəif olması. Yəni bunlar hamısı deməli böhran zamanı sizə bağlanan əlavə yüklərdir. Yəni ki, sizin batmanıza təsir göstərə biləcək yüklərdir ki, sahibkarlar burada da çox ehtiyatlı olmalıdırlar. Yəni. Tamamilə doğrudur. Mən bu əməkdaşlarla bağlı mövzu vardı ki, əməkdaşlarla danışmaq lazımdır, motivasiya etmək lazımdır. Bu həlledici bir məsələdir, yeri gəlmişkən çox həlledici məsələdir. Amma bir məsələ də var, onu da gərək burada qeyd edək. Bəzən də şirkətdə böhranın səbəbi elə doğru seçilməmiş əməkdaşlar olur. Bəli. Bu kiçik orta biznesdə ən çox rast gəlinən bir məsələdir. Ələxüsus ki, o bizneslərdə hansı ki işlər yaxşı gedirdi, sürətli inkişaf gedirdi, sifarişlər çox idi, satışlar çox idi, müştərilər çox idi və biz təcili olaraq sürətli şəkildə o boşluqları doldurmaq üçün recruiting prosesinə diqqət etmədən hər kəsi şirkətin daxilinə götürməli oluruq ki, o gələn o axın tələbat və yaxudsa bizim yeni biznes ideyamız var və bunu tez həyata keçirmək üçün, reallaşdırmaq üçün çoxlu sayda komanda lazımdır. Belə olduğu halda biz bəzən də idarə etməni itiririk və şirkətin korporativ mədəniyyətinə, ruhuna uyğun olmayan əməkdaşlar yığılır və bu əməkdaşlar əgər mən öz təcrübəmdən danışıram, öz problemimdən danışıram. Bəli. Və o bir 6-7 ilin deməli hadisəsidir. Yəni mən belə böhrandan keçmişəm. Və əgər sizdə şirkətin korporativ ruhuna uyğun gəlməyən əməkdaşların sayı 5, 10, 15%-dir. Bu bir kütlə deyil, bir çəki deyil. Onların bir xüsusi çəkisi, xüsusi kütləsi əgər 50-dən keçirsə, onlar artıq hakim olurlar proseslərə. Və belə olduğu halda artıq şirkətin işləri deməli nəticələrlə yox, o şəxslərin düşüncə tərzi, onların təklif verdiyi modellər, onların şirkətin daxilində yaydığı bir atmosfera var da, onun təsiri altında qərarlar qəbul edilir. Belə olduğu halda böhran olur. Və biz əlbəttə ki, burada vaxtında ayılmalıyıq ki, bunu aradan qaldıraq. Əgər bizim o verdiyimiz qərarlar icrası yubanırsa və yaxud keyfiyyətsiz olursa, biz artıq orada o məsələdən şübhələnməliyik. Bu baxımdan da mənim həll yolu burada belə görürəm İlkin müəllim ki, şirkətdə daim startup ruhu olan bir komanda formalaşdırmaq lazımdır. Daim irəli getmək,
sabahı daha yaxşı etmək bugünkündən, daha yeni istiqamətləri, daha çox nəticələr əldə etmək bir ruhiyyəsi olsun. Əks halda komanda doymuş hala gələndə o böhranın elə bil ki, göstəricilərindən biri də odur. Çox vacib. Tamamilə doğrudur. Və əlbəttə ki, o siz pul axınından danışanda mən yenə də öz nöqsanlarımı və problemlərindən danışıram, hansı ki, birbaşa onları yaşamışam. O biznesi rəqəmlərlə idarə etmək lazımdır. Mütləq Bəli, rəqəmlərlə. Əgər siz rəqəmlərlə idarə etmirsinizsə, deməli ya sizin fantaziyanız olacaq rəqəmlərlə bağlı, uydurulmuş, bəli, ya da ki sizə təqdim olunan yanlış məlumatlar əsasında edərsiniz. Yəni əgər biz doğrudan da böhrana düşmək istəmiriksə, biz biznesin bütün istiqamətləri rəqəmsallaşdırmalıyıq. Rəqəmsallaşdırmaq nə deməkdir? Elə ən azı primitiv yanaşmaya götürsək, bu günləri şirkətə neçə nəfər müraciət edib? hı hı, Marketinq fəaliyyətini dəyərləndirmək üçün. Onlardan neçəsi bizə uyğun gəlib? Onlardan neçəsi ilə biz danışıqlara başlamışıq, neçəsi ilə razılaşmışıq, neçəsi ilə çalış etmişik. Əgər bəli, gündəlik fəaliyyətdə mən bu rəqəmləri, adi rəqəmləri, hələ mən demirəm, ambarda nə qaldı, falan qaldı, bunları elə mən demirəm. Əgər bunları biz ölçə bilmiriksə, bunlara diqqət etmiriksə, böhran qaçılmazdır və bizə elə böhran lazımdır ki, biz ayılaq. tamamilə Böhran bir doğrudur. ayırtmalıdır. Ona görə sahibkarlar rəqəmlərlə idarə etməni öyrənməyincə böhranlar daha çox təsir edəcək, daha çox dərin və mənfi iz qoyacaqlar onların fəaliyyətinə. Ona görə rəqəmlər bizi həm də ki, aydın, misal üçün götürək, avtomobil sürürük, hansısa bir istiqamətə gedirik. Əgər orada biz yanacağın nə qədər olmasını bilməsək, bu yanacaq hara qədər bizi apara biləcək, onu bilməsək, təkərimizdəki atmosfer təzyiqini bilməsək, əlbəttə ki, bu yolda biz böhranla rastlaşacağıq. Sahibkarlıq fəaliyyəti də A nöqtədən B nöqtəyə hərəkətdir. Bəli, Amma eyni zamanda bir mənfəət əldə etmək niyyəti ilə həm də. Yəni sadəcə bir bəli, səyahət deyil, sadəcə bir gəzinti deyil, sadəcə bir yer dəyişmə deyil, eyni zamanda bu yer dəyişmənin faydası da olmalıdır. məqsədli, Məqsəd, məqsədli hədəfli. fəaliyyətdir. Bəli. Bəli, Əgər tamamilə o doğrudur. varsa, onun mütləq rəqəmləri olmalıdır. Mən nə istəyirəm? Ona görə sahibkarlar bəzən düşünürlər ki, mən rəqəmləri bilməsəm də belə, e, özüm üçün təyin etdiyim müəyyən bir intuitiv göstəricilər əsasında hər şey görəcəyəm. Kassada Bəli. pul varsa deməli iş Hı hı. yaxşı gedir. Amma kassadakı pul təchizatçının puludur, verginin ödənişləridir, əməkdaşların əmək haqqısıdır, yoxsa mənfəətdir. Yəni bunlar hamımızı biz ayın axırında biləcəyik. Sonrakı dövrdə bilərik. Tamamilə. Və görürsünüz ki, bəzən də o rəqəmsallaşma deyəndə o inambara tərəfə gəlmək istəyirəm İlkin müəllim. Bəli. Biz siz ora qeyd etdiniz, o çox satılan məhsullar məsələsi var idi. Hı hı. Bəzən biz ambarı reviziya eləyəndə elə şey görürük ki, əgər bunu rəqəmlərlə biz idarə etsəydik şoka düşmüş olarıq. Amma rəqəmlərlə idarə etmədiyimizə görə məhsul var ki, 4 ildir ümumiyyətlə heç onu yerindən tərpənməyib. Ona görə kim sifariş edib, nə üçün sifariş edib və nəyə görə bunu biz 4 il bunun qiyməti 2 dəfə düşüb. Nəyə görə biz arada bunu görəndə rəqəmlər olsaydı niyə bunu endirimlə satmamışıq? Bunu utilizasiya etməmişik. Nəyə Ələxüsus hələ müddəti olan maldırsa, müddəti vaxtı olan çıxıb artıq yararsız. sata bilmirsən, yararsızdır. Bəli, tamamilə doğrudur. Bax belə məsələlər əlbəttə ki, diqqətə alınması məsələdir. Ya da ki, biz qane oluruq bizim marketinq fəaliyyəti ilə, misal üçün bizim öz məsələmizdən mən danışıram. Biz marketinq fəaliyyətindən qane ola bilərik və elə bilərik ki, bundan artıq bir şey yoxdur. Hı hı. Sadəcə olaraq düşüncəmizi orada dəyişməli. Biz yanaşmalar, təzə bazar məsələsi var idi, orada siz dediniz. Qeydiniz çox vacib məsələdir. Yeni məhsullar, yeni bazar, yeni yanaşma, bəlkə müştərilərlə bağlı digər məsələ, müştərilərlə bağlı Hı hı. sahibkarlar, bu bizim mövzumuz olub, şikayət və deməli etirazlar mövzusu çox yaxşı mövzu idi. Bəli, Və bəli. əslində gəlib bu böhranda özünü göstərir. Yəni o mövzular nə Anladım. dərəcədə şirkətin böhrana düşməməsi üçün sahibkarlar bizi dinləyirlər. Bu çox vacib Bəli. mövzular. Ona görə buradan tövsiyə edirik ki, o bütün videolara baxsınlar. Ona görə ki, onlar hamımızı əslində bu mövzular anti-böhran tədbirləridir yeri gəlmişkən. Düzdür. Sahibkar xəbəri yoxdur, ya sistemi yoxdur, müştərilərin narazılığı ilə bağlı. Ya da ki, biz o mövzuda toxunmuşuq da, müştəri ilə sahibkar arasında bir naqis əməkdaş bariyeri var. Məlumatları bizə çatmasında maneçilik törədir.
Amma Bəli. öz təcrübəmdə bir dənə betər məsələni Hı deyərəm. -hı. Hansı ki, çatdırmaq Ha, bir yana. Bir var çatdırmır. Bu yəni də bu məsələnin dərdin yarısıdır. Bir var ki, müştəri haqqında məndə olmayan mənfi fikirlər formalaşdırmaq. Bu faciə. bəli. Misal Yəni üçün bir biz onunla var. müqavilə bağlaya bilmir, onunla işləyə bilmir və onu başlayır qaralamağa ki, o pul verən deyil, o Aha, tələbləri böyüdür, o bizə uyğun gəlmir, biz onunla əməkdaşlıq etsək ziyan edər. Üstündən illər keçib təhlil edirsən ki, biz hansı müştərilər itirmişik və kimə görə itirmişik? Yəni bəli, tamamilə. baryer yaradasan, bir var ki, mənfi rəy formalaşdırasan, sən artıq o müştərilərlə işləməyək, onları kənara qoyaq, onlar bizə lazım deyil. Bunlar hamısı şirkətin qısa müddətdə böhranına gətirib çatacaq bu bir mənalı şəkildə. Bax sizin təcrübədə bu tipli problemlər yəni çox olur. Ona görə siz şirkətləri həm audit edirsiniz, həm də Bəli, ki bir holdinq çərçivəsində bir neçə şirkətin bu tipli işlərini deməli təşkilatçılıqla məşğul olmusu idarə etmisiniz. Bax sizin təcrübənizdə bu кейslər olub. Yəni mənim başıma gələn bəli. siz rast gəlmisiniz bu hadisələrdə. Bəli, dəfələrlə öz bizneslərimizdə də, başqa biznes idarə etdiyimiz və yaxud məsləhət xidməti göstərdiyimiz bizneslərdə də rast gəlmişik. Ona görə mən xüsusi qeyd elədim. Ümumiyyətlə hər bir biznesin yəni böhran zamanı iki vacib aktivini göz önündə saxlamalıdır. Biri işçiləridir, bir də müştərilərdir. Yəni bu iki aktivlə risk eləmək olmaz. Nəyisə kəsə bilərsən, nəyisə azalda bilərsən, doğraya bilərsən, məcbur olarsan. Amma bu iki aktiv sənin biznesinin var oluşunun təməlində duran məsələlərdir deyə. Yəni bunlara çox ciddi diqqət göstərmək lazımdır. İşçilərlə bağlı bəli, biznes insanlarla qurulur. Yəni indi düzdür. Son illər belə deyək də internetin rəqəmsal imkanların artması, süni intellektin yaranması və s. burada insan amilinin rolunu get-gedə azaltmaqdadır. Bu öz yerində. Amma yenə də indi biznesdən biznesə fərqli olaraq, yəni burada insan amili böyük rol oynayır. Ona görə o sizin dediyiniz məsələlərlə ki, ola bilər ki, bir var işçi rəhbərdən məlumatı gizlədir. Bir də var ki, işçi rəhbərə yanlış məlumat verir və yaxud onu aldadır. Tərif Yəni olmuş məlumat. bu artıq daha pis səviyyədir, belə deyək. Bir var gizlədirsən, onu əvvəl-axır oradan buradan öyrənirsən, qulağına gəlib çatacaq. Amma bir də var ki, sənə əks məlumat verir. Yəni bu artıq biznesə qarşı işləyir. Yəni bu o deməkdir ki, mən özüm maaş verdiyim adam mənə qarşı işləyir. Yəni bu sahibkar üçün qırmızı işıqdır. Yəni bunu mütləq nəzərə almaq lazımdır. Real o tövsiyələrdən məsələn deyək, mən tanıdığım sahibkarlardan biri deyir ki, mən bu böhran zamanı nə elədim? Bu yeni böhrandan gedir söhbət. Yəni bu son illərdən gedir söhbət. Deyir, mən deməli hüquq şöbəmdə 3 nəfər işçi çalışırdı. Bir hüquq şöbəsinin müdiri, 2 dənə də onun köməkçisi, işçisi. Mən baxırdım ki, bizim görəsən hüquq departamenti ilə nə qədər bizdə case olur və deyir, oturdum, hesabladım, baxdım, gördüm ki, o müraciətlərin əksəriyyəti hüquqi bazanın bilikləri ilə bağlıdır ki, mənim suallarımı cavablandırmaq üçün verirəm, hüquqşünas öyrənir, gətirir mənə, hazırlayır, verir. Mən həmin sualları deyir, həm hüquqşünasa verdim, eyni zamanda süni intellektə verdim. Sonra deyir, o cavabları müqayisə elədim, baxdım, gördüm ki, böyük bir fərq yoxdur və nəzərə alsaq ki, heç bir hüquqşünas bütün hüquqi bazanı əzbər bilmir, amma süni intellekt bilir. O deməkdir ki, mən istənilən deməli, hüquqi bazaya çıxışı özüm eləyə bilərəm və yaxud bir nəfər bunun öhdəsindən daha tez gələ bilər. Mən hesabladım, deyir, o hüquq şöbəsinin rəhbərinə dedim ki, bu işləri də sən öz boynunda götürürsənsə, mən sənin maaşına bu qədər əlavə eləyəcəm, amma sənin köməkçilərini, işçilərini işdən azad eləyəcəm. Əgər işləyə biləcəksənsə, süni intellektlə və s. bu baza ilə qal işlə, işləyə bilməyəcəksənsə, onda mən sənin yerinə bu işləri görə bilən başqa adam gətirim. O da razılaşdı mənlə və deyir, işlərini davam eləməyə başladı. Həmin məsələni marketinq şöbəsində tətbiq edib, həmin məsələni
nə bilim uçot şöbəsində təsir. Amma nəyin hesabına? Yeni deməli imkanların, yeni texnologiyaların tətbiqi hesabına. Yəni bu da böhran şəraitində sahibkarın diqqət göstərməli olduğu məqamlardan biridir. Ki mən yeni texnologiyadan, yeni imkanlardan böhran şəraitində necə istifadə edə bilərəm və öz xərclərimi necə azalda bilərəm və yaxud effektivliyimi daha necə artıra bilərəm. O digər bir məsələ də müştərilərlə bağlı olan məsələdir ki, bəzən görürsünüz ki, belə deyək də, sən əgər müştərini öyrəşdirmisən ki, nə bilim, indi hansı biznesdən misal çəkək, tutalım, nə bilim, sən daim yanıva gələn, kafevə gələn müştəriyə sən mütləq kapuçino verəcəksən. Amma sabah baxırsan ki, kapuçinoda sənin qazancın azdır, o ilə hesablayırsan, yəni emosional qərar verirsən və götürürsən ki, sabahdan biz kapuçino satmayacağıq. Amma nəzərə almalısan ki, elə müştərilərin var ki, məhz sənin kapuçinova görə gəlirdi ora. Да. Yəni burada artıq qiymətləndirmə zamanı hər bir məsələdə onun müsbət mənfi tərəflərini aydınlaşdırmaq, hesablamaq lazımdır. Yəni sahibkarın beyni daim bu istiqamətdə düşünməlidir. Hər gün mən bu düşündüyüm məsələlərlə bağlı yeni ideyalar haqqında düşünməliyəm ki, mən daha nə edə bilərəm, daha hansı addımları atmalıyam, daha xərci necə azalda bilərəm və bu da ona gətirir, çıxarır ki, biz ingilis dilində contingency plan deyirlər də, yəni ehtiyat planı. Bəli. Hər bir biznesin ehtiyat planı olmalıdır. Əslinə qalsa. Bir biznes plan hazırlayanda biz, əgər real bir şirkət özü üçün biznes plan hazırlatdırırsa və yaxud da yəni təəssüf ki, bizdə əksəriyyət hallarda 95-98%, bəlkə də çox hallarda şirkətlər biznes planı yalnız investora vermək üçün, kredit cəlb eləmək üçün hazırlatır. Bəli. Amma özü üçün biznes plan hazırlatdırırsa, biz həmişə maliyyə planında və biznes planda 3 ssenari nəzərdən keçiririk. Bir, realistik ssenaridir, hansı ki, indiki rəqəmlərlə, indiki vəziyyətlə biz hesablaşırıq. İkincisi, optimistik ssenaridir ki, daha yaxşı işləsək, bazar bizə uyğun olsa, bazar böyüsə, inkişaf eləsə, Bəxtimiz gətirsə. Yəni nəyə nail ola bilərik, onda bizə hansı resurslar tələb olunacaq və üçüncüsü, ən əsası isə pessimistik ssenaridir. Yəni ki, sənə üzr istəyirəm, əgər sən buna nail ola bilməyəcəksənsə, real vəziyyət dəyişəcəksə, Əslində böhran planıdır bu, böhran planı. tamamilə doğrudur. Yəni bu böhran baş verərsə, gəlirlər azalarsa və s. onda sən hansı addımları atacaqsan və vəziyyətdən necə çıxacaqsan. Əgər biz böhran planı hazırlamırıqsa, istənilən halda belə deyək də, iqtisadiyyat siklik dövrlərlə inkişaf edir, dəyişir. Yəni inkişaf olur, sonra hansısa bir pik nöqtəyə çatır, sonra eniş olur, gəlir dib nöqtəsinə çatanda yenə inkişaf başlayır. Yəni biz bu sikllərə hazırlamırıqsa özümüzü, o deməkdir ki, hər bir böhran bizim üçün sürpriz yaradacaq və o zaman biz hansısa streslər keçirəcəyik. Yəni o böhran, yenə dediyim kimi, iqtisadi böhran insanın şəxsi böhranına, mənəvi böhranına çevrilə biləcək. Yəni ona görə burada mənə də gəlir ki, sahibkar mütləq hətta indi vəziyyəti yaxşıdırsa belə, sabah pis olan vəziyyət haqqında indidən düşünməlidir ki, mən onun üçün hansı addımlarımı indidən görüm. Yəni normal strateji inkişafda, strateji planlarda həmişə şirkətlər üçün bir ehtiyat maliyyəsi olur. Bu ehtiyat maliyyə hər zaman yığılır və o məqsədlərə xərclənir ki, tutalım ki, mənim 3 ay gəlirim bu qədər azalarsa, mən bunu idarə eləyə biləcək qədər 6 aylıq mən bu maliyyə ehtiyatından istifadə edə bilərəm. Və yaxud da mənə qəfil elə bir yol açıla bilər ki, daha az resurs xərcləməklə daha böyük gəlir əldə edə bilim. Amma mən bunu kredit hesabına eləsəm, mənim gəlirimin böyük hissəsini yiyəcək deyə mən o riskə getməyəcəm. Amma öz pulum olacaqsa, mən o vəziyyəti dəyərləndirəcəm və o imkandan istifadə edəcəm. Ona görə
Bu da bir böhrana hazırlıq variantlarından biridir ki, biz hətta hər şey yaxşı yolunda gedəndə belə biz ehtiyat planımızı, ehtiyat maliyyəmizi tutmalıyıq. Bəli. E, Bir deyim de var. O mesele ki bizi öldürmür, bizi gücləndirir. Rus deyimi də bu. Tamamilə doğrudur bəli. İndi elə görüşümüzün sonudur. Bir pozitif notla da istərdim ki e, növbəti suala o istiqamətə yönəldim. Ümumiyyətlə, böhrandan çıxan sahibkar nə qazanır? Onun müsbət nəticələri nə olur? Hı hı. Əlbəttə ki, özgüvəni artıq öz yerində. İndi xərclərin artıq bilir ki, necə qənaət etmək lazımdır. Bu istiqamətdə də biraz məlumat versəz, sahibkarlar bu səhərdən bu negativ şeyləri eşidirlər. Qoy biraz da Hı hı. böhrandan çıxsalar, ötəsindən gəlsələr, hətta bizim bu danışdıqlarımız da fayda versin, nə bizim üçün xoş necə deyərlər, yəni məmnun olarlar. Tamamilə doğrudur. Hə, Tamamilə o doğrudur. çıxandan sonra o sahibkar necə olur? Hı hı. Hı hı. Ondan biraz danışaq. Yəni onun məsələlərə baxışı, biznesinə baxışı, yeni tətbiq etdiyi metodlar, yollar, yanaşmalar, istər kadr baxımından, istər ambar idar. Yəni o hansı gözlə baxır artıq məsələyə? Sizin təcrübənizdə olub da Hı ki, hı. böhrandan siz onu keçirmisiniz bir sahibkarı. Ondan sonra onu demək olar ki, tanımaq olmur da. Tamamilə Necə doğrudur. deyirlər, ağıllı olub baxdı. Ağlı başına gəlir. Bəli. Tamamilə doğrudur. Bu təcrübə belə deyək də, təcrübə sözünün özü nə deməkdir? Təcrübə sözünün özü o deməkdir ki, mən bu işi artıq görmüşəm, nələrsə, nələrləsə Demədiyindən xəbərim var. qarşılaşmışam. Bəli. Yəni insan uşaq dünyaya gələndə ona sözlə deyirsən ki, bura barmağı vurma yandırar. Amma Değil vurmalıdır. mi? Hə, amma o bir dəfə barmağı dəyən adam, o yanandan sonra o artıq başa düşür ki, mənə bunu ona görə deyirdilər. Bu doğrudan da ağrıdır, bu incidir. Yəni bundan qorxmaq lazım deyil. İnsan təcrübəni belə deyək də düzdür. Elə olmamalıdır ki, sən birbaşa özünü yandırasan. Yəni tək barmağın ucunu yox da özünü Mən yandırasan. də Elə təcrübədən yox. dilimizdə bir belə bir məsələ var. Deyir Eynül yəqin, e, elmül yəqin və həqqül yəqin. Əvvəl deyir Bəli, mən elmlə bilirəm ki olmaz, sonra əl vururam, gözümlə görürəm, bəli, sonra isə ümumiyyətlə bütün vücudumla hiss edirəm ki bu məsələ bəli. Tamamilə yəqinliyin doğru. dərəcələri də sahibkarlıqda proses var. Yəni yəqinliyin dərəcəsi yüksək olmalıdır. Yəni kimisə problemi mənim problemim deyil də mən özüm gələ onu yaşayım. Tamamilə doğrudur. Yəni ona görə uğursuzluqlardan qorxmaq lazım deyil. Əgər siz öz gücünə pul qazanan sahibkarlar, milyonerlər, iş adamları, yəni tanınmış iş adamlarının həyatına, təcrübəsinə baxsaz, onlar e, özləri dəfələrlə qurduqları, itirdikləri bizneslər olubdur. Yəni hər Hətta statistika biznesdə var. statistika var. Milyarderlərin deməli əksəriyyəti orta hesabla 3,5 dəfə, 3,5 yəni 3-4 dəfə Bəli. deməli müflis olublar hətta böhrandan betər. Tamamilə doğrudur. Tamamilə doğrudur. Əsas məsələ o təcrübədən düzgün dərs Nəticə çıxartmaqdır. çıxartmaq, bəli. Əsas odur. Düzgün nəticə çıxartmaqdır. Və eyni zamanda onu da yəni pozitiv tərəfini qeyd eləmək lazımdır ki, böhran sözünün məsəl üçün Çin dilində hieroqlif, böhran hieroqlifi həm bizim anladığımız böhrandır, krizis, həm də imkanlar deməkdir. Fürsət, Yəni bəli. böhran həm də fürsətdir. Ona görə deməli kim əgər o daha təcrübəlilər təbiidir ki, belə deyək də bunu daha yaxşı eləyirlər. Ona görə təcrübə vacib şeydir. Misal üçün deyək də tutalım ki, böhranda sənin öz təcrübən çatmır. Sən bu pulunu itirmək istəmirsən, sən daha güclü investor cəlb edə bilərsən. Biznesimin bir payını itirərsən, amma onun təcrübəsini ala bilərsən. Əgər elə olmasaydı, franchisinqə heç kim pul xərcləməzdi. Franchisinqdə məqsəd ancaq brendin adı deyil. Franchising alanlarda məqsəd təcrübəni gətirməkdir, öyrənməni gətirməkdir.
biznes standartlarını, prosesləri gətirməkdir. Yəni əgər o yoxdursa, ancaq brendin adına o dəymir. İşte o franchisingə verilən pula, yatırılan resursa dəymir. O nöqteyi nəzərdən, yəni sahibkar başa düşməlidir ki, bəli, biznes heç bir biznes 100% sığortalanmayıb ki, bu biznes ömür boyu olacaq, əbədi olacaq və s. Yəni həyat da bunu göstərir. Ən azı necə ki insan əbədi deyil, Bəli, onun bəli. qurduğu biznes də əbədi olmayacaq. Ona görə ona çox düzgün yanaşmalıdır və normal qaydasında baxmalıdır ki, mən burada hansı addımlar var, hansı yollar var. Və biznes böhran zamanı nə baş verir? Zəif oyunçular bazardan çıxır. Yəni ən təcrübəsiz olanlar, hazırlıqsız olanlar, ehtiyatı olmayanlar və yaxud dözümlülüyü olmayanlar, böhran zamanı düzgün addım atmayanlar, bunlar böyük əksəriyyəti bazardan çıxır. Və o mərhələ, inkişaf mərhələsinə qədəm qoyanda, kim ki o dinə ki bizi öldürmür, o bizi daha güclü edir. Ondan sonra həmin şirkətlər ki, onlar böhran zamanı düzgün addımlar atıblar, biznes modelini dəyişiblər. İnkişaf zamanı onların qazancları böhrandan əvvəlki dövrdən 2 dəfə, 3 dəfə daha artıq olur. Yəni bu o deməkdir ki, bu dənizdəki təlatümü dözüb durmaq lazımdır. Biznesi ayaqda saxlamağa çalışmaq lazımdır. Yəni həyatın bahasına yox, amma normal, realistik, sağlam düşüncəyə əsaslanan qərarların hesabına. Əgər o biznesini saxlayacaqsansa, inkişaf dövründə sən 2-3 dəfə daha artıq pul qazana bilərsən həmin biznesdən daha az resurs, yəni həmin resursları xərcləməklə. Ona görə də burada pessimist olmağa dəyməz. Bu həyatın qanunudur və hamı səninlə eyni, belə deyək də, bazardadır, eyni vəziyyətdədir. Sən daha ağıllı olmağa çalışmalısan, özünün təcrübən yoxdursa, daha təcrübəli şərik dəvət eləməlisən, məsləhətçi dəvət eləməlisən. Bizdə Azərbaycanda təəssüf ki, bu məsələlərə münasibət o qədər də adekvat deyil. Şərik gətirmək biznesə və yaxud da investor cəlb eləmək və yaxud da belə deyək, coach və yaxud nə bilim, tutalım, idarə etməyinə adam gətirə bilərsən, məsləhətçi gətirə bilərsən, ayda ona bir müəyyən müddət maaş verə bilərsən ki, mənim öz islahat aparmağa təcrübəm yoxdur. İslahat aparmağa, qiymətləndirməyə mənim savadım yoxdur, biliyim yoxdur, imkanım yoxdur, vaxtım yoxdur. O zaman belə şeylərə pul xərcləməyə dəyər ki, sənin üçün bir böhran planı hazırlansın, sənin üçün bir Struktur, bir baza yanında, forması. bəli, yanında məsləhət eləyə biləcək daha təcrübəli adam olsun və s. Yəni bu da bir çıxış yollarından biridir. Ona görə böhran biznesin sonu demək deyil, həyatın sonu demək deyil. Böhran belə deyək də ona o termin var, necə deyirlər bu, yəni özünü toplamaq üçündür. Yəni bir siqnaldır ki, sən özünü toplamalısan, biznesinə indiyə kimi qərarlar verə bilmirdin, hər şey yolunda gedir, mən nəyə görə dəyişim, ay filan kəsi niyə çıxardım, onun niyə maaşını azaldım, onu niyə belə edeyim deyə düşünürsənsə, böhran zamanı artıq bunlar konkretləşməlidir. Və sən artıq daha inamlı addımlar atmalısan, düzgün addımlar atmalısan, ölçülüb biçilmiş addımlar atmalısan və biznesini ayaqda saxlamağa cəhd göstərməlisən. Burada müxtəlif variantlar ola bilər, birləşmə variantı ola bilər, sliyaniya deyirlər də, yəni başqa biznesə tutalım, şəbəkəyə qoşula bilərsən, biznesini sata bilərsən və sənin yeni ideyan yarana bilər. Böhran vaxtı deməli, belə deyirlər də, hal-hazırda dünyada olan top şirkətlərin, 500 şirkətin sırf 50%-i böhran vaxtı yaranıb. Çox maraqlı statistikadır. Yəni Amazon kimi şirkətlər, deməli, mən böyük şirkətləri, top 500-dən danışıram. Yəni bunların 50%-i böhran zamanı yaranıb. Yəni bu o deməkdir ki, böhran həm də yeni imkanlar verir. Siz biznesinizin modelini dəyişməklə yeni biznes yarada bilərsiniz. Çünki böhran zamanı insanın beyni
işləməyə başlayır. İnsan hansı addımlar haqqında düşünməyə başlayır, daha intensiv, daha tez-tez biznesini belə deyək, öyrənməyə, təhlil etməyə başlayır. Ona görə də böhrandan qorxmamaq, amma böhrana hazırlaşmaq və düzgün addımlar atmaq lazımdır hesab edir. Əla. İlkin müəllim, yəni kifayət qədər geniş, faydalı, biz sahibkarlar üçün zəruri bir məlumat paylaşdınız. Yəni düşünürəm ki, görüşümüzü yekunlaşdıra bilərik. Bir saatdan çoxdur artıq bizim görüş. Əlbəttə ki, sizlə danışmaq, fikir mübadiləsi aparmaq əlbəttə ki, böyük bir zövqdür, çox xoşdur. Amma bir Qarşılıqlıdır, çox sağ olun. bir format var, ondan çıxa bilmirik. Yəni də mən buradan qeyd edim ki, İlkin müəllimin əsas fəaliyyəti kiçik orta bizneslərə və hətta böyük şirkətlərə, iri şirkətlərə belə konsalting xidməti göstərməkdir. Bütün bizim bu danışdığımız mövzular, bu çəkilişlər ki, 20 mövzuda çəkilişimiz olub. Bütün bu mövzularda, o cümlədən də bu sonuncu mövzuda İlkin müəllimin kifayət qədər təcrübəsi var, bizneslərlə bağlı кейsləri var, tətbiq edib yoxlamış işlək deməli mexanizmləri var. Əgər siz də inkişaf etmək istəyirsiniz, böhrana düşmədən onu ötmək istəyirsinizsə, inkişaf xəttinə çıxmaq istəyirsinizsə, mütləq şəkildə İlkin müəllimə müraciət edə bilərsiniz. İlkin müəllim bu istiqamətdə ölkənin bəlkə ən yaxşı mütəxəssislərindən biridir. Ona görə də İlkin müəllimin burada verdiyi tövsiyələr də belə dəyərli və qiymətlidir. Mən rezümə eləmək istəyirəm. Əgər icazə versəz, yekunlaşdırmaq üçün bir rezümə edərdim. Çox sağ olun. Dediyiniz xoş sözlərə görə, yəni mən də qarşılıqlıdır fikirlərimiz və bizim də bu çəkilişlərdə əsas məqsədimiz odur ki, yəni belə deyək də, müəyyən şeylər var ki, onlar bölüşdükcə çoxalır. Onlardan Bəli. biri də bilikdir, təcrübədir. Ona görə də mən də çalışıram ki, yəni öz təcrübəmlə bölüşüm və eyni zamanda da sizin təcrübənizdən də mən özüm üçün çox şeylər öyrənirəm və onları gələcək кейslərimdə tətbiq eləməyə çalışıram. Və ümid edirəm ki, bizim bu bölüşmələrimiz, məlumatlarımız sahibkarlar üçün də faydası olacaq inşallah. İnşallah dini terminlə desəz, o bizim təcrübəmizin bu çəkilişlər kəfarəsidir. Bəli, bəli, tamamilə. Onun bədəlini ödəmək lazım, onun vergisini ödəmək lazımdır Bəli. yaradan üçün. Rezümə edək inşallah. Rezümə edərkən əsas qeyd olunması məsələ budur ki, böhranlar biznesin qaçılmaz tərkib hissəsidir. Elə biznes yoxdur ki, böhranla üzləşməsin. Bu böhranlar daxildən və xaricdən ola bilir. İlkin müəllim qeyd etdiyi kimi makro, mikro səbəbləri də ola bilir. Hər halda, hər iki halda sahibkar buna hazır olmaq lazımdır. Əsas məsələ odur ki, bu böhranları sahibkar olduğu kimi biznesin qaçılmaz bir dövrü kimi qəbul etməlidir. Öz iradəsini, öz əzmini qoruyub saxlamalıdır və davam etməlidir yolunda. Ona görə ki, çıxışda böyük bir fürsətlər əldə etmiş olacaq. Necə ki, İlkin müəllim qeyd etdi. Özgüvən artacaq, artıq etdiyi səhvləri bir daha etməyəcək, məsələlərə baxışı, yanaşması kökündən dəyişiləcək. Bu böhranlar bizdən asılı olmayan səbəblərdən, yəni qırağdan baş verən böhranlar, ölkə, dünya miqyasında olan böhranlar ola bilər. Amma elə böhranlar var ki, sahibkarın öz təcrübəsizliyindən, öz etinasızlığından, hətta mən məsuliyyətsizlikdən deyərdim, özümə bunu daha çox götürürəm. Hər kimisə xətrinə dəyir ki, məsuliyyətsiz sözü. Amma etiraf etməliyik ki, bəzən də biz sahibkarlıq fəaliyyətində müəyyən bir məsuliyyətsizliyə də yol veririk. Bu, həm təcrübəsizlikdən irəli gələn məsələdir, həm də ki, İlkin müəllim, sahibkar özü xüsusi bir psixotipdir də, onda daha çox ego olur başlayanda. O ego bəzən imkan vermir ki, özündə səhvlər və nöqsanlar axtarsın. Ona görə də biz yalnız köklənə bilərik sahibkarlar olaraq daxili problemlərə, daxili məsələlərə. Bu böhran bizim uçot sistemimizin doğru və rəqəmsal şəkildə təşkil etməməyimizə görə baş verə bilər. Biz bütün biznesi prosesləri rəqəmlərlə görməyi öyrənməliyik. Biz rəqəmlərlə biznesi idarə etməli. Bizim qərarlar rəqəmlərə
real rəqəmlərə söykənməlidir. Belə olduğu halda biz böhranın daxildən yaranmasının ən azından qarşısını ala bilərik və yaxudsa onunla bağlı öncə edib profilaktiki işləri görə bilərik. Sizin o sözünüzə qüvvət, belə deyək də, rəqəmlərini biznesdə idarə etmirsənsə, onda öz biznesini idarə etmirsən Bəli, deməkdir. bəli, bəli. Bir Biz mənalı. misallar çəkdik ki, siz ya öz intuisiyanız üzərində işləyirsiniz, ya da ki, əməkdaşların, məsul Bəli. əməkdaşların sizə təqdim etdiyi məsələlər üzrə idarə edirsiniz. Bu əlbəttə anbar təsərrüfatına aiddir. Bu əlbəttə ki, sizin qiymət siyasətinizə aiddir. Siz qiymət siyasətinizi tez-tez bazar araşdırması yolu ilə bununla bağlı videomuz var. Orada geniş şəkildə onu necə etmək lazımdır. İlkin müəllimlə bu barədə danışmışıq. Siz rəqiblərlə öz fəaliyyətinizi müqayisə etməlisiniz. Bunun ilk siqnalları əlbəttə ki, qeyd etdiyimiz kimi satışın aşağı düşməsidir. Biznesin əsas hədəfi müştərilərə daha çox məhsul və xidmət təklif etmək, satmaqdırsa, məsələ böhran da birinci növbədə oradan gəlir. Və yaxudsa müştərinin orta çekin aşağı düşməsidir və yaxudsa müştərilərin sizə az müraciət edib və yaxudsa son zamanlar, son dövrdə ciddi narazılıq, etirazları, şikayətləridir. Bununla bağlı ayrıca bir mövzumuz var. Oradan da siz detallara baxa bilərsiniz. Bunlar hamısı ciddi siqnallar yaradır. Və əlbəttə ki, belə olduğu halda biz kiçik orta biznesdə bu siqnalları vaxtında görmək, vaxtında qəbul etmək üçün tək sahibkar özü üzərində sistemi qurmamalıdır. Çevik bir struktur qurmalıdır, paylanmış bir liderlik qurmalıdır ki, hər kəs öz mövqeyində böhranla bağlı siqnalları hiss edib sizə ötürə bilsin. Əks halda sizin biznes böyüdükcə o həmin o istiqamətlərə əl çatanlığınız azdır, müəyyən bariyerlər var. Deməli, əsas məsələ İlkin müəllim, mən düşünürəm ki, liderlərin yetişdirilməsidir və o liderlər öz işində şirkətə sadiq olmalı. Sadiq olmaq üçün də biz dedik ki, komandada bir ideoloji ruh olmalıdır, startup ruhu olmalıdır ki, hər kəs nəticəyə görə vuruşmaq əzmində olmalıdır. Əgər bir əməkdaş, məhsul şəxs müştəri münasibətlərində nəticələrə yönəlmiş düşüncə tərzi yoxdursa, orada baş verən bütün neqativ hadisələr onu narahat etməyəcək, onu düşündürməyəcək. Onunla bağlı sizə müəyyən bir tədbir və fəaliyyətlə bağlı bir təşəbbüslə çıxış etməyəcək. Bu çox vacib məsələdir və əlbəttə ki, siz daxili biznes prosesləri, bununla da bağlı ayrıca bir videomuz var yeri gəlmişkən. Mən bəlkə deyərdim ki, bizim bütün videoların xülasəsidir anti-böhran. Daxili biznes prosesləri elə şəffaf sahibkar qurmalıdır ki, proseslərin ölçülməsi, KPI-ların təyin olunması və anında, gündəlik oradan əldə etdiyimiz məlumatlar bizə dinamik şəkildə biznesi idarə etmək lazımdır. Bu qalsın, sonra buna baxarıq. Misal üçün, toplantı böhran zamanı ayda bir dəfə etmək toplantı bu faciədir. Böhran zamanı sizin gündəlik məlumatlarını əldə etmə mexanizminiz olmalıdır ki, siz anında yerində vəziyyəti dəyişmək üçün qərarlar verə bilərsiniz. Ona görə də daxili biznes proseslərin doğru, məsul şəxslərin təyini, liderlik olaraq xüsusiyyətin verilməsi, menecerlərin formalaşdırılması olduqca vacib məsələdir və əlbəttə ki, bu prosesləri təqib etmək məsələsi önəmlidir. Mən bu məsələlərə çox diqqət ayırmağı sahibkarlara tövsiyə edərdim sonda sizin bütün danışdıqlarınızın əsasında və həmişə ümidlə irəliyə baxız. Necə ki, sahibkarlıq fəaliyyətinə başdan necə siz gözünüz işıqlanırdı, necə ki, siz ürək döyüntüləriniz, gecədə yuxularınız qaçırdı ki, təzə bir fəaliyyətə başlayın. O həmin o enerjini, o işığı çalışırsınız ki, böhran zamanı söndürmürsünüz. Ona görə ki, məhz o həmin əzmkarlıq, həmin o əhval-ruhiyyə, o həmin sizdəki olan enerji bəlkə də birinci şərtdir ki, sizi böhrandan çalacaq və çətinlikləri siz yalnız o yolla dəf edərsiniz. Ona görə ki, sizin o ötürdüyünüz enerji bütün komandanı əhatə edir, İlkin müəllim dediyi kimi və sizin əhval-ruhiyyəniz böhrandan çıxış üçün həlledici roldur. Və sonda əlbəttə ki, biznesə aid olmayan bir, bəlkə də ifadə deyəcəm, çoxları da bəlkə də bunu düzgün anlamaz. Allaha təvəkkül ediniz, Yaradana inanınız və bilirsiniz ki, hər bir çətinlikdə biri sizin üçün xeyir qoyulur. Yolunuzu davam edirsin. Bəli, tamamilə doğrudur. Yəni bu məncə çox faydalı tövsiyələrdir. Çox sağ olun və əlavə elədiniz, rezümə elədiniz. Yəni ən əsas o siz dediyiniz kimi də sahibkarlıq ruhu, təşəbbüskarlıq ruhu
sönərsə, o artıq daha sahibkarlıqla məşğul olmaz. Getsin bir yaxşı işə düzəlsin, ondan ola bilər yaxşı menecer olar. Amma 9-da gedər, 6-da çıxar, 7-də çıxar. Şənbə Yaxşı bazar. taksi şoförü çıxar. Hə, vecinə olmaz ki, o biznesdə nə baş verir, mən maaşımı alım, mən salim olum, başqaları necə olur olsun. Amma sahibkar olmaq tamam fərqli yanaşmadır, məsuliyyətdir və o işığı siz dediyiniz kimi, məşəl kimi gərək aparasınız. O sizin arxanızca başqalarının gəlməsinə səbəbdir. Əks təqdirdə o işıq olmayacaqsa heç kim sizin nurunuza toplaşmayacaq. Bəli. Bu müsbət notla da bugünkü görüşümüzü bitiririk. Gələn mövzularda görüşmək ümidi ilə. Sağ olun. Sağ olun, sağlıqla qalın.